Salam əziz izləyicilər və Fikirli kanalının takipçiləri. Kanalımıza yenidən xoş gəlmisiniz dostlar. Bugün sizlərə PlayStation yeni Day of Play endirimləri ilə qarşınızdayım dostlar. Uzun vaxtlardır PlayStation endirimdə olan oyunlarını göstərmirdim. Təəssüf olsun ki, xoşa gələn endirimlər yox idi dostlar, yəni şəxsi fikrimcə. Bu videomuzda PlayStation Plus-lara da endirim gəlib dostlar. İldə bir dəfə olan, yəni mən ən azından bu şəkildə görmüşəm. Days of Play endirimləri ilə qarşınızdayım dostlar. 75% endirimlərinə diqqət çəkən oyunlar var və çoxunuzun da gözlədiyi endirimlər var dostlar. Çox super endirimlər də var həqiqətən qiymət baxımından. Bu şəkildə dostlar gördüyünüz kimi ekranımızda reklam da mövcuddur. Çox uzatmadan keçək fürsətlər bölməsinə və bu oyunları sizlər üçün göstərək dostlar. İlk öncə diqqətimizi çəkən oyunlardan biri də Call of Duty Black Ops 6 seriyası Cross Game paketi dostlar. Call of Duty-nin təzə çıxan oyunlardan biridir dostlar. Yəni bu Black Ops serisinin təzə çıxan versiyasıdır. Bu şəkildə 2799 TL qiymətdən 45% endirimə düşərək bu qiymət olub dostlar 1539 TL. Endirimə düşübdür dostlar. Bu şəkildə bunu oynamayanlar həm PlayStation 5, həm PlayStation 4, həm də PlayStation 5 Pro dəstəkləyir dostlar. Bunu alıb yoxlamayanlar bu qiymətdən ala bilər. Yəni məncə 45%, yəni bu köhnə qiymətinə baxan nəzərən yaxşı düşürdü dostlar bu şəkildə. İkinci bir endirimi gözlənilən oyunlardan biri də EA Sports FC 25 standart versiyası dostlar. 2899 TL'dən 80% endirimə düşərək sadəcə 579.99 TL qiyməti olub dostlar. Həqiqətən bu qiymətə mən, yəni belə deyim, bu qədər vaxtı oyun alıram, bu qədər vaxtı YouTube cəmiyyəsindəyəm. Mən bu qiymətə FC 25 görməmişəm dostlar. Yəni birinci dəfədir görürəm. 80% endirimə düşüb dostlar. Bu şəkildə bu əgər FC25 həvəskarları varsa, bunu oynamayanlar varsa bu qiymətdən almağı tövsiyə edirəm dostlar. Bu şəkildə gördüyünüz kimi 80% endirimlə. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar, həm də PlayStation 5 Pro dəstəyi var. Oyun qeyd edeyim ki, Türkiyə profillərinə alındıqda türkcə dili dəstəkləyir dostlar, yəni türkcə dilli gəlir. Boss Part 2 Remastered seriyası. Dostlar bu sırf PlayStation 5 üçündür. Bu şəkildə 1249 TL'dən 20% endirimə düşübdür. Çox böyük endirimlər olmur Last of Us seriyalarına, təəssüf ki. Bilirəm, çoxunuz da bu oyunu gözləyirsiniz. Yenə də 20% endirimə düşüb dostlar. Yəni əgər bu qiymətdən almaq istəmirsinizsə, mənim şəxsi fikrimcə yenə də gözləmək olar. Amma adətən 20% və 30% endirimə düşür. Last of Us sevənlər üçün də qiymət bu şəkildədir dostlar. Oyun qeyd edim ki, PlayStation 5 və PlayStation 5 Pro dəstəkləyir. Həm də ki, bu oyun türkcədir dostlar. Yəni bu remaster seriyası. Bir digər diqqətimi çəkən oyunlardan biri də Cyberpunk 2077-dir dostlar. Bunun həm standart versiyası, həm də səhvlənirəmsə bir dənə baxın dostlar burada. Aha, həm də Ultimate versiyası endirimə düşübdür. Oyun qeyd edim ki, PlayStation 5 dəstəkləyir. Bu şəkildə Ultimate versiyası 1145 TL'dən 40% endirimə düşübdür. Standart versiyası da 2799 TL'dən 50% endirimə düşübdür dostlar. RDR2 standart versiyası, həm Ultimate versiyası hələ ki endirimlədir dostlar, həm də standart versiyası. Bildiyiniz kimi RDR-nin və GTA 5-in qiymətini qaldırdılar, 2 qat qaldırıblar dostlar. Həmçinin bunu daha ucuz şəkildə alan dostlarımız udubdur. Qeyd edeyim ki, yəni bunun qiyməti vaxt var idi 100, 150, 200 TL arası idi. Bu şəkildə 2099 TL'dən 75% endirimə düşərək 574 TL olub dostlar. RDR2 standart versiyamız. Oyun qeyd edim ki, PlayStation 4 dəstəkləyir, amma qrafikasına görə PlayStation 5-də də alıb oynayan var. It Takes Two bu oyundan çox oynanılan oyunlardan biridir. Yan-yana ekran bölünmüş şəkildə. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə 1499 TL'dən 65% endirimə düşübdür. Həm PlayStation 5 dəstəkləyir dostlar. Gold Edition seriyası bu şəkildə 1779 TL'dən 65% endirimə düşərək 622.65 TL endirimə düşübdür dostlar. Bu şəkildə oyun həm PlayStation 4, həm PlayStation 5, həm də PlayStation 5 Pro dəstəkləyir. Forza Horizon seriyası bildiyiniz kimi Forza Horizon 5 artıq PlayStation 5-ə də gəlibdir dostlar. Bunun Ultimate Premium versiyasıdır, amma standart versiyası da endirimə düşübdür dostlar. Bu şəkildə gördüyünüz kimi. Sırf PlayStation 5 dəstəkləyir, təəssüf ki PlayStation 4 versiyası yoxdur oyunun dostlar. 1541 TL'dən 20% endirimə düşüb. Təzə çıxmış oyuna görə məncə endirimə düşməyə normaldır dostlar. Qəşəngdir, yəni bu 20% az gəlməsin sizə. Bu şəkildə endirimdədir.
NBA 2K25 seriyası basketbol severlər üçün də endirim var. Bu şəkildə həm PlayStation 4, həm PlayStation 5, həm də PlayStation 5 Pro dəstəkləyir dostlar. 3600 TL həqiqətən çox baha qiymətdən. 3600 TL-də yəni məzəndən çevirib baxa bilərsiniz. 3600 TL-dən 80% endirimə düşərək 720 TL olubdu dostlar. Qeyd edim ki, bu oyunlar müddətli şəkildə endirimə düşür. 10-15 gün ərzində bu oyunlar endirimə düşür dostlar. Mortal Kombat 1 seriyamız. Açıqcası mən bu Mortal Kombat 1-dənsə 11-i daha çox bəyənirəm, amma yəni şəxsi fikrimdir, zövq məsələsidir. Bu şəkildə PlayStation 5 həm də PlayStation 5 Pro dəstəkləyir, PlayStation 4 dəstəyi yoxdur dostlar. 1749 TL-dən 67% endirimə düşübdür dostlar. The Witcher Wild Hunt standart versiyası həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. 254 TL-dən 75% endirimə düşərək çox ucuz bir qiyməti var dostlar. The Forest seriyası köhnə qiymətdə o qədər baha olmayan oyun, yəni 595 TL köhnə qiyməti var idi. Bu şəkildə 70% endirimə düşübdü dostlar. 595 TL-dən 70% endirimə düşərək bu qiyməti olub dostlar. Oyun qeyd edim ki, PlayStation 4 dəstəkləyir. Mafia Trilogy seriyası mənim də sevdiyim seriyalardan biridir dostlar. Trilogy seriyası normalda bu qiymətə olmurdu. Qeyd edeyim ki, bu paketin içərisində həm Mafia 1, həm Mafia 2, həm də Mafia 3-ü əldə eləmiş olursunuz. 374 TL-dən 80% endirimə düşərək demək olar pulsuzdur dostlar. Oyun qeyd edim ki, PlayStation 4 üçündür, amma qrafikası möhtəşəmdir. 5-də dalıb oynayan var. Force Part 2 seriyası PlayStation 4 üçün dostlar. Amma Part 2-nin PlayStation 5 versiyası da var. Amma PlayStation 4 üçün də alıb oynamaq istəyənlər bu şəkildə 1399 TL-dən 25% endirimə düşərək 1049 TL olub. Yenə də mənə görə bahadır, amma yenə də endirimdir dostlar. Yəni çox tez endirimə düşən oyun deyil. Dostlar, əsas endirimə düşən oyunlarımız bu şəkildədir. Burada çoxdur endirimlər. Qeyd edeyim ki, burada oyunlar çoxdur. Siz buradan istəsəz bir-bir baxa bilərsiniz. Mən ən çox endirimə düşməyə gözlənilən oyunları sizlər üçün göstərdim dostlar. Həmçinin şəxsi profilinizə oyun almaq istəyirsinizsə, Türkiyə profilinə oyun almaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Bu oyunları endirimlə əldə etmək istəyirsinizsə, bu videonun açıqlamalar bölməsinə klik eləyərək bizə müraciət edə bilər. Həm şəxsi profil yaratdıra bilərsiniz, həm də ki, birbaşa şəxsi profilinizə bu oyunları ala bilərik dostlar. Münasib qiymətə ala bilərik dostlar. 5-10 dəqiqə ərzində sizə işimiz təhvil verilir dostlar. Oyunlar təhvil verilir dostlar. Təqdim etdiyi fikirli kanal.